Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı olunduğunu bildirib. Müsavat.com xəbər verir ki, bu barədə jurnalist Pərviz Hüseynin Pərvizə görə proqramında danışıb. Vüsalə bildirib ki, anasının ona verdiyi böyrək fəaliyyətini itirib. Bu dəfə ona böyrəyini bacısının həyat yoldaşı verib. Qızımın 6 yaşı var idi. İkinci dəfə həmin acını yaşadım. Mənim üçün bunu yaşamaq 2 qat çətin idi. İlk dəfə bunu yaşayanda atam yanımda idi və dərdi olmayan qız idim. 8 il əvvəl isə tək qadın idim. Gözümə baxan bir körpə var idi. Əziyyətli günlər yaşamağa başladıq. Hər ay müalicə üçün İrana gedib gəlirdik. Böyük məbləğlər gedirdi. İranda dedilər ki, marta qədər vaxtı var. Böyrək dayanacaq. Böyrək əməliyyatı keçirmiş tanışımdan həkiminin nömrəsini aldım. Həkim İstanbulda idi. Getmək istəyirik Türkiyəyə. Amma İranda hava çox pis. Qar, təyyarələr uçmur. Həyat nəhayət İstanbula getdik. Həkim dedi ki, kaş sizə bir ay əvvəldən məlumat verərdilər. Həkimə dedim ki, icazə verməyin ölüm. Qızımın ad günü olacaq. Fevralın 7-sidir. Dializ olundum. Gəldim və ayın 10-da Diləyin ad gününü etdik. Ayın 11-də qayıtdıq İstanbula. Ailədə hamı analiz verib ki, böyrəyi uyğun gəlsə mənə versin. Qardaşım çox istədi böyrəyini versin, icazə vermədim. Bacımın böyrəyi uyğun gəlmədi. Digər bacımın həyat yoldaşı Erşən mənim donorum oldu. Qeyd edək ki, Əlizadənin ikinci böyrək əməliyyatı 8 il öncə baş tutub.